siz son aylar trend camiasında bir yeniden bir nefes getirdiniz ora. Bugün trend, biz aylar bundan önce çok pis olurduk ki bu günləri trendlərdə niyə görə yalnız bayağı ifalar ilk sıraları götürür. Burada yenə də siz sübut elədiniz və bir çox müğənnilərə stimul verdiniz ki, qorxmayın, gəlin dalımca. Əgər bu trend keyfiyyətli, zövqlü mahnıdırsa, mən onun nəinki bir pilləsini, mən onun bir neçəsini götürürəm, qalanları siz də bölüşdürün aranızda. Bəli, mənim işim stimul verməkdir, Tarikoşa, Bəli. mənim işim keyfiyyətli və gözəl iş təqdim etməkdir. Mən elə səhnəyə gələn gündən hər zaman seçilməyə, heç kimin etmədiyini, yeniliklər axtarışında olduğuma görə hər zaman keyfiyyətə üstünlük vermişəm və indi də bu yolda elə gedirəm. Gəl müqayisə edək. 2 il bundan qabaq, 3 il bundan qabaq toy səhnələrini Deyirəm də. və bugünüm. Bunu da gətirdiniz də. Yəni bunun da ilkin elədiniz ki, toyu da mini konsertə çevirdiniz. Mən belə deyim, səviyyəni daha da gözəl yüksəltdim, kalitəni daha da yüksəltdik. Ondan sonra indi müğənnilər səhnəyə tək bir səs rejissoru ilə çıxmır. Maşallah, hamı musiqiçiləri ilə gəlir, hamı rəqqasları ilə gəlir. İnkişaf. Bəs onu deyirəm də. Doğrudan da- Vdıxnovleniya verdiniz onlara yenidən. Bəli, bəli. Həvəs. Bəli, həvəs və hələ daha maraqlı mənim əzizlərim. Mən bilirəm ki, sizi həvəsləndirəcəm. Mən indi hal-hazırda sənət dostlarıma müraciət edirəm. Elə maraqlı şeylər düşünmüşəm ki, mən inanıram ki, siz də ondan həvəslənəcəksiniz və siz də daha maraqlı bir şeylər öz proqramınıza